Bu günlərim yeni bir məhsul gəlib yanımıza. Belə bir hissədir. Bu hissə dənizdə, dənizçilikdə istifadə olunan bir hissədir. Hansı ki, remen bunun içərisindən keçir və insanı, adamı sıxır saxlayır və buna da güc tələb olunan bir detal lazımdır ki, gücə tab gətirsin, qırılmasın. Orijinal variantı qırılıbdır, belə bir şey olub. Fikir versəniz, ağ xəttlərdən görsənir. Biz bunu kleylədik. Ondan sonra skan etdik. Skandan sonra isə karbon materialı ilə, yüksək dözümlü material ilə çapa verdik. Nəticəsi belə oldu. Fikir versəniz, heç 3D-nin xətləri belə heç bilinmir. Bizə maraqlı olan görüntü yox, keyfiyyət maraqlıdır ki, bizim düzəltdiyimiz hissə nə dərəcədə dözəcək. Əlbəttə ki, mən belə hissələrə zəmanət verə bilmirəm. Çünki nə dərəcədə buna güc düşür bilmirəm. Bu günləri təhvil təslim edəcəyik.